Değerli kardeşler, mühterem Müslümanlar, inşallah bugün elə bir günah hakkında danışacaq ki, demək olar ki, Müslümanların əksəriyyəti gündə bir dəfə və yaxud da daha çox o əməli edir və yaxud da o əmələ şahid olur. Bu günah, değerli kardeşler, qeybətdir. Resulullah sallallahu aleyhi ve sellem əshabına sual verərək deyir ki, Ətədrunə məl-qeybə, bilirsinizmi qeybət nədir? Səhabələrin, onların ədəblərindəndir ki, əgər bir şeyi bilmirlərsə, ona bilmir deyərlər. Dedilər ki, Allahın Peyğəmbəri, Allah və onun elçisi daha yaxşı bilir. Nədir qeybət? Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, Zikruka əxaka bimə yakrah. Qeybət, qardaşını sevmədiyi bir şey ilə anmağındır, onu xatırlamağındır. Səhabələr dedilər ki, ey Allahın Peyğəmbəri, bəs yaxşı, əgər o dediyim şey qardaşımda var isə necə? Allah Resulü buyurdu ki, sənin dediyin şey qardaşında var isə bu qeybət olmuş olar. Yox, əgər o dediyin şey o insanda yoxsa bu böhtan olmuş olar. Subhanallah. Baxın qardaşlar, buradan da görürük ki, bəzi insanlar səhv anlayırlar, elə bilirlər ki, əgər sən həqiqəti deyirsənsə, hətta qardaşının xoşuna gəlməsə belə, əgər dediyin həqiqətdirsə, bu qeybət deyildir zənnedirlər. Halbuki hədis-i şərifdə Resulullah sallallahu aleyhi ve sellem açıq şəkildə bəyan etdi ki, əgər dediyiniz şey o müsəlman qardaşınızda var isə, bu qeybətdir. Əgər dediyin şey o müsəlmanda yox isə, bu daha şiddətlidir, bu isə böhtandır. Değerli kardeşler, şeytan insana hər yöndən yaxınlaşır. İnsanlara bunları təlqin edir və insanlara gözəl göstərir. Hətta ona şər'i bir don da geydirir ki, sanki bunu etmək doğrudur, əgər həqiqəti deyirsənsə, bu günah deyilmiş kimi sənə yaxınlaşa bilər. Değerli kardeşler, qeybət elə bir günahdır ki, qeybəti edən ilə qeybətə qulaq asan arasında fərq yoxdur. Onların hər ikisi o qeybətin günahında ortaqdırlar, şərikdirlər. Subhanallah. Əgər bir insanın yanında qeybət edilərsə və o müsəlman ona etiraz etmədən qulaq asarsa, bilsin ki, o qeybətin günahında o kimsəyə ortaq olmuşdur. Değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem bir gün bir cemaata hitap edir. O hitap ettiği cemaatin içerisinde münafikler var idi. Allah Resulü buyurdu ki, Ya ma'şara men amene bilisanihi ve lem yedhulul imanu qalbeh. Ey dili ile iman getirip, lakin kalplerine iman girmemiş kimseler. Yani münafiklere hitap edir. Buyurur ki, La teğtabul muslimin, Müslümanların gıybetini etmeyin. Ve la tettebi'u avratihim, onların eyiplerini, küsurlarını araştırmayın, aktarmayın. فَاِنَّهُ مَنِ اتَّبَعَ عَوْرَاتِهِمْ يَتَّبِعُ اللّٰهُ عَوْرَتَهِ. Kim Müslümanların eyiplerini aktararsa, araştırarsa, Allah da o insanın eybini aktarar ve Allah kimin eybini aktararsa, hatta evinin içerisinde olsa belə onu rezil rüsva eder. Subhanallah. Bakın kardeşler, Allah Azze ve Celle eyni cinsten onlara haberdarlık edir ki, Müslümanların gıybetini etmeyin ve onların eyiblerini aktarmayın. Eğer sen bunu etmiş olsan, Allah Azze ve Celle de senin eybini atsa, aktarsa ve senin eybin hatta dört divar arasında olsa belə, hiç kes olmasa belə, Allah Azze ve Celle senin o eybini insanlara ifşa eder ve rezil rüsva eder. Subhanallah. Bakın kardeşler, bu gıybetin ne kadar tehlikeli bir emel olduğunu bize gösterir. Bakın Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Men satara muslimen seterahullahu fid dunya vel ahireh. Kim bir Müslümanın eybini örterse, Allah Azze ve Celle onun dünyada ve ahirette eybini örterdir. Subhanallah. Bakın kardeşler, aramızda hiç kes masum değil. Her birimizin günahları vardır. Hiç kes özünün günahsız olduğuna düşünmesin. Her birimizin günahları vardır. Bazı günahları bilinir, bazıları ise gizlidir. Kardeşler, ona göre Müslümanlar
özü üçün sevib istəmədiyi bir şeyi müsəlman qardaşı üçün də sevib istəməməsi gərəklidir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, "La yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nefsihi." Sizlərdən hər hansı biriniz özü üçün sevib razı olduğu şeyi müsəlman qardaşı üçün sevib razı olmazsa, kamil iman gətirmiş olmaz deyir Rasulullah sallallahu aleyhi ve sellem. Baxın, kim bir müsəlman qardaşının eybini örtərsə, Allah azze ve celle onun hələ ahirətdən öncə bu dünyada da onun mükafatını verəcəkdir. O da Allah azze ve celle onun eybini bu dünyada örtər. Başka bir hadiste ise Rasulullah sallallahu aleyhi ve sellem bize haber verir ki, kıyamet günü Allah azze ve celle bir kısım insanları bütün insanların önüne çekecektir. Ve onların üzerine bir örtü örtecektir. O örtünün içerisinde olanlar çölde olanları eşidip görmeyecekler. Çölde olanlar da örtünün altında olanları eşidip görmeyecekler. Ve Allah azze ve celle bu şekilde o örtünün altında olan kullara bir günahlarını hatırlatacak ve hemen şəxslər də günahlarını itiraf edecekler. Sonda ise Allah azze ve celle buyuracak ki, "Ben senin bu günahlarını dünyada örtüp bastırdığım kimi, onları gizlətdiyim kimi, indi de burada gizlədirəm, get gir cənnətə." Subhanallah. Bakın kardeşler, Allah'ın kıyamet günü Müslümanların eybini örtmesi budur. Allah azze ve celle onları hatta hesaba çekerken belə insanları eşittirmeyecek kıyamet günü. Subhanallah. Değerli kardeşler, həqiqətən də bunlar önəmlidir. Və demək olar ki, gündəlik həyatımıza baxsaq, bəlkə də ən azı bir dəfə bu qeybəti ya bilərəkdən, ya da qəflətə dalaraq edirik və yaxud da o qeybəti edənlərə şahid oluruq. Qardaşlar, dedik ki, qeybət çox təhlükəlidir. Baxın, Həsən Basri, Allah ondan razı olsun, tabiinlərin böyüklərindəndir. O deyir ki, mən neçə Qüsurlu insan gördüm ki, eyibli insan gördüm ki, Müslüman qardaşlarının eyblərini örtdü və Allah azze ve celle o kimsələrin də bu dünyada eyblərini, qüsurlarını örtdü. Və neçə mən qüsursuz, eyibsiz insanlar tanıyırdım ki, onlar Müslümanların eyblərini ifşa etdi. Allah azze ve celle də onlara bu dünyada o eyblərdən eynisini verdi. Subhanallah. Ona görədir ki, qardaşlar, Müslümanlar hər zaman bu şeye diqqət eləməlidirlər. Müslümanlar xəta etdiyi zaman ona kənarda çəkib özəlliklə nəsihət etməlidirlər və onların günahlarını digərlərinə deməməlidirlər. Baxın qardaşlar, biz hər zaman bu misalı veririk, yenə verəcəyik inşallah. Sahabələrdən Allah onlardan razı olsun bilirik ki, Uhud savaşında Rasulullah sallallahu aleyhi ve sellem 50 oxçunu onları bir təpənin başına qoydu və onlara göstəriş verdi ki, hətta biz məğlub olsaq belə əsla o təpədən aşağı enməyin deyə qəti bir şəkildə göstəriş verdi. Lakin o sahabələr, Allah onlardan razı olsun, bir qismi xəta etdi və müsəlmanlar qalib olduğu halda onlar tələsdilər və Allah Rasulunun göstərişini unutdular və o təpədən aşağı indilər. Baxın qardaşlar, o insanların təpədən aşağı enməsinə görə savaşın məcrası dəyişdi, gedişatı dəyişdi, müsəlmanlar qalib ikən məğlub oldular. Lakin biz tarix kitablarına baxdığımız zaman o oxçulardan heç birinin adı səhih olaraq gəlməmişdir. Sadəcə kimlərin adı gəlmişdir? O kimsələr ki, onlar o təpədən aşağı enməyiblər, onların adları gəlmişdir. Məsələn, Abdullah bin Cübeyr, o oxçuların başında duran bir sahabədir ki, onun adı gəlmişdir. Nəyə görə? Çünki o bu xətanı etməmişdir. Və sahabələr də bu tarixi faktı bir-birlərinə verərkən əsla ad vermirdilər ki, o müsəlman qardaşları xəta ediblər, onların eyblərini örtürürlər. Çünki bizim üçün önəmli olan şəxslər deyil, o hadisədir ki, ondan ibrət almalıyıq dəyərli qardaşlar. Qardaşlar, qeybət həqiqətən də çox önəmli bir mövzudur. Müsəlmanlar buna diqqət etməlidirlər. Baxın, başqa bir hədisdə Rasulullah sallallahu aleyhi ve sellem qiyamət gününün o dəhşətində müflis olan kimsələr haqqında deyir. Allah Rasulü buyurur ki, sahabələrine deyir ki, müflisin kim olduğunu bilirsinizmi? Sahabələr dedilər ki, ey Allah Peyğəmbəri, müflis heç bir dinarı, heç bir malı olmayan kimsədir bizə görə.
Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, müflis ümmetinden müflis olanlar o kimselerdir ki, onlar kıyamet günü namaz ile, oruz ile, zekat ile gələrlər. Yəni bu əməlləri, ibadətləri etmiş halda gələrlər. Lakin birini söydüyü üçün, birinə iftira atdığı üçün, haram mal yediği üçün və yaxud da kimisə qanı tökdüyü üçün, döydüyü üçün o insanlar qiyamət günü sevaplarından alınlar, məzlum insanlara verirlər. Əgər o məzlum insanlara verirlər zaman sevapları bitərsə, bu zaman məzlumların günahlarından onlara verirlər. Və Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, belə olduğu təqdirdə onlar cəhənnəmə gedərlər. Baxın, Allah qorusun, bir insan ibadət edir, zəkat verir, həccə gedir, dua edir, sədəqə verir, lakin qiyamət günü baxırsan ki, etmiş olduğu ibadətləri kimlərəsə verir, dəyərli qardaşlar. Bu həqiqətən də düşündürücüdür və müsəlmanlar bu şeylərə diqqət etməlidirlər, dəyərli qardaşlar. Baxın, ayət-i kərimədə Allah azze və cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, la yəsxar qavmin min qavmin asə ən yəkunu xayran minhum. Bir qövm, bir cemaat, bir toplum başqa bir cemaata, qövmə istihza etməsin, onlara lağ etməsin. Və la nisa'un min nisa'in asə ən yekunna xayran minhunna. Həmçinin qadınlar da başqa bir qadınlara istehza edib lağ etməsinlər. Ola bilsin ki, istehza etdikləri, lağ etdikləri o qadınlar onlardan daha xeyirlidirlər. Və la təlmizu ənfusakum və la tənəbəzu bil əlqab. Və bir-birinizə adı söz söyləyib tənə etməyin və bir-birinizi pis ləqəblər ilə çağırmayın. Bi'səl ismul fusuq ba'dal iman. Həqiqətən iman gətirdikdən sonra fasıq ismini almaq necə də bizdir. وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ. Kim tövbə etməzsə bilin ki, onlar zalimdirlər. Değerli kardeşler, bu çok önemlidir. Hasan Basri dedi ki, tabiinlerin büyüklerindendir. O bazen insanlara o emelin mahiyetini anlatmak için örnek olarak başa salardı ki, insanlar anlasınlar. Bir gün Hasan Basri eşidir ki, onun gıybeti edilir ve o adamı tanıyır. Ve o adama bir səbət meyve gönderir. Öğretmek için, ona bu emelinden taşınması için, yok sevindiği için yok. Ona gönderir, deyir ki, ona teşekkür edin ki, öz sevaplarından mənə verdi və yaxud da qiyamət günü mənim günahlarımdan bəzilərini yükləndi. Subhanallah. Bu onu gösterir ki, müsəlmanlar bu məsələdə ehtiyatlı olsunlar. Qardaşlar, şeytan cahil değildir, alimdir. Hatta alimlere belə yaxınlaşır. Bakın qardaşlar, bəzən şeytan insana yaxınlaşır və elə o qiybəti bəzəyir ki, o insan o qiybətin qeybət olduğunun fərqində deyil. Bayaq dediğimiz kimi insanlar elə bilirlər ki, o dediği nöqsanlar, xoş söz olmayan sözləri müsəlman qardaşında var isə onları dedikləri zaman elə bilirlər ki, qeybət olmur. Və yaxud da bəzən bunu biz çox eşidirik qardaşlar. Deyirlər ki, bəzi insanlar filan kəs haqqında elə şeylər bilirəm ki, daha demirəm ki, qeybət olmasın. Halbuki bu söz qeybətdən qat-qat daha böyük günahdır. Nəyə görə qardaşlar? Ola bilsin sən kiçik bir şeyi nəzərdə tuturdun, lakin dinləyici ağlında nə qədər pis, nə qədər böyük günahlar varsa, artıq o kimsə haqqında zənn etməyə başlayır. Ona görə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah'a və ahirət gününə iman gətirirsə, ya xeyri söyləsin, ya da sussun. Bu həqiqətən də çox önəmlidir qardaşlar. İnsanlar bilmədən öz əməllərini, yəni onları məhv edirlər. Quran-ı Kerimdə Allah azze ve celle qeybətin nə qədər iğrənc bir əməl olduğunu bizə xəbər verir. Uza Allah buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, ictənibu kəsirən minəz-zann, innə ba'də-zanni ism. Ey iman gətirənlər, zənnin çoxundan çəkinin, həqiqətən də zənnin bəziləri günahdır. Və la təcəssəsu və la yəqtab ba'dukum ba'da. Bir-birinizin eybini axtarmayın və bir-birinizin qeybətini etməyin. Əyuhibbu ahadukum ən ya'kula lahma axihi meytan fəkərihtumuh. Sizlərdən kimsə ölmüş qardaşının ətini yemək istəyərmi? Sizsə bundan diksindiniz. Vattaqullaha innallaha tawwabur rahim. Allah'tan qorxun və bilin ki, Allah tövbələri qəbul edən və bağışlayandır. Subhanallah. Baxın qardaşlar, Allah azze ve celle qeybəti bir müsəlman qardaşının
ölmüş kardeşinin etini yemeye benzetmiştir. Bu Kur'an ayəsidir kardeşler. Bakın başka bir hadiste ise Resulullah sallallahu aleyhi ve sellem buyurur ki: "Men qala fi mu'minin ma leysa fihi eskenahullahu radgal habal hatta yakhruc mimma qal." Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem, kim bir müminde olmayan bir şeyi deyerse, onun hakkında deyerse, Allah azze ve celle onu radgadul habal adlı cehennemdeki o yerde onu yerleştirer. Ta ki o sözünden dönene kadar, yani tövbe edene kadar. Bakın kardeşler, radgadul habal cehennemde elə bir yerdir ki, cehennem əhlinin artıqlarının olduğu yerdir. Bu hədisdən sabitdir ki, Müslüman danışarkən nə danışdığına fikir verməlidir. Özellikle Müslüman qardaşında o əməl yoxdursa. Ve son olarak bu hədisədəyim değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem bize haber verir. Buxarinin rəvayət etdiyi hədisdə Allah Resulü buyurur ki, qiyamət günü möminlər cəhənnəmdən qurtulduqdan sonra, yəni Sirat körpüsünü keçdikdən sonra bilirik ki, ən son o mərhələdir. Kim Sirat körpüsünü keçdisə, artıq o cəhənnəmə qayıtmaz və qurtulmuş olar. Allah Resulü buyurur ki, insanlar, möminlər o oddan qurtulduqdan sonra, yəni Sirat körpüsünü keçdikdən sonra hubisu bi qantaratin beynəl cənnə və nar. Onlar cennet ile cehennem arasındaki bir körpüde dayandırırlar. Yani onlar cennete girilmesini koymazlar. Ve onlara kardeşler, onlar hakkında buyurur ki Allah Resulü فَيُتَقَاسُونَ مَظَالِمَ كَانَتْ بَيْنَهُمْ فِي الدُّنْيَا. Ve onlar arasında o körpüde dünyada zulmetmiş insanlar arasında olan zulmetler orada hesap çekirler. Sonra buyurur ki onlar o hesaptan temizlendikten sonra, saf olduktan sonra onların cennete girmelerine izin verirler. Ve Allah Resulü buyurur ki Muhammed'in canı elinde olan Allah'a and olsun ki onlar cennete girerken dünyadaki evlerini tanıdıklarından daha yaxşı cennetteki evlerini tanıyacaklar. Yani o insanlar değerli kardeşler ne kadar orada kalacak bilinmir. Hatta sıratı geçip bilen insanlardır ki onlar Müslümanlar birbirlerinin hakkına girdikleri için, zulmettikleri için orada onlardan o halallık alınacak, temizlenecekler ve ne kadar müddetten sonra ise cennete girecekler. Değerli kardeşler, bu əməldən ehtiyatlı olalım ve etrafımızda olanları hatırlatalım. Bazen Müslümana deyirsən ki bu ettiğin gıybətdir. Adam deyir yok bu gıybət değil, bu söhbətdir veya da başka bir şeydir. Halbuki bu kardeşler, İnsan Allah korusun bilmeden hatta Allah'ın haram ettiğini bir halal saymış olur. Ve özellikle bazı insanlar var ki Allah'tan korkmurlar ve hatta Peygamber Efendimizin ashabı hakkında gıybet edirlər. Bu daha böyükdür değerli kardeşler. Ve alimlerin de etleri zehirlidir. Bakın olmuş bir hadiseni danışacağım size. Bunun üstesini araştırabilirsiniz. Arap ölkelerinin birinde bir hatip çıkıp mescidde İmam Ebu Hanife hakkında hoş olmayan söz dedi. Dedi ki o leştir dedi ona, subhanallah. Ve üzerinden bir müddet geçtikten sonra o insan, o imam necə oldusa öz evinde hamamda iken yıkılır, ölür ve 2-3 hafta onu tapa bilmirlər ve özü leş olarak tapırlar değerli kardeşler. Bu onu gösterir ki alimlerin de gıybetinden kaçınmak lazımdır, edebli olmak lazımdır.